Yaxşı. Başlayaq dərsə. Demək, tənliklər sisteminə başlamamışdan öncə biz iki dəyişənli xətti tənlik nədir? O haqda danışacağıq. İki dəyişənli xətti tənliyin həlli haqqında danışacağıq. Yəni ümumi olaraq iki dəyişənli xətti tənlik nədir? O haqda ətraflı öyrənəndən sonra biz iki dəyişənli xətti tənliklər sistemindən danışmağa başlayacağıq. Yaxşı, başlayaq. Demək uşaqlar, AX üstə gəl BY bərabərdir C şəklində olan tənliklərə iki dəyişənli xətti tənliklər deyilir. Burada A, B və C hər hansısa ədədlərdir. X və Y isə məhsullardır. Bəzən olaraq dəyişənlər də deyilir. Yəni məhsullar da demək olar, dəyişənlər də demək olar. Məsələn, 3x üstə gələk 5y bərabərdir 24 tənliyi iki dəyişənli xətti tənlikdir. Biz buna niyə iki dəyişən deyirik? Çünki bu tənlikdə iki dəyişən iştirak edir. X başqa bir dəyişəndir, Y başqa bir dəyişəndir. Yəni iki məhsullu tənlikdir. 3x plus 5y bərabərdir 24 tənliyində A neçədir? 3. A-nın yerinə 3 dayanır. B neçədir? 5. C isə bərabərdir 24 olmuş olur. Yəni gördüyünüz kimi A, B, C hər hansısa ədədlərdir. X və Y isə məhsullardır. Məsələn, bir dənə iki dəyişənli xətti tənlik yazım. Gəlin onu həll eləyək. Görək necə olacaq. Məsələn, 2x üstə gəl 3y bərabərdir 5. Gəlin x və y-in yerinə elə ədədlər yazaq ki, bu bərabərlik doğru ədədi bərabərliyə çevrilsin. Məsələn, x-in yerinə neçə yazaq? 1. Y-in də yerinə yazaq 1. Onda x-in yerinə 1 yazsam, o zaman 2 vurulsun 1. Y-in də yerinə 1 yazsam, 3 vurulsun 1. 2 dəfə 1-in 2, üstə 1-in 3, 5. Mən xətti tənliklər sistemindən iki dəyişənli xətti tənliyi izah edirəm. Mənim o bilmirik biz. Hə? Keçməmişdik. Xeyr. Bir dəyişənlini keçmişik, iki dəyişənlini sizlə keçməmişəm axı. Səhifə neçədədir o? Xətti tənliklər sistemi səhifə neçədədir? Testdə bilmirəm axı. Testi tap. Gör səhifə neçədədir. Arxada baxdım. Xətti tənliklər sistemi səhifə 48-dədir, Aydın. Hə, biz iki dəyişənli xətti tənliyi öyrənməmiş, tənliklər sistemini öyrənə bilmərik axı. Hə, başa düşdüm. Aha, bax burada yazmışam bir dənə 2x plus 3y bərabərdir 5. İki dəyişənli xətti tənlik yazdım. A neçədir burada? Aydın. 2. B neçədir? 3. C isə 5-dir. İndi deyirəm ki, gəlin bu tənlikdə x və y-in yerinə elə ədədlər yazaq ki, bu bərabərlik çevrilsin, doğru ədədi bərabərlik olsun. Məsələn, x-in yerinə yazdım 1. Y-in də yerinə yazdım 1. 2 dəfə 1-in 2, 3 dəfə 1-in 3. Toplayanda 5 eləyir. Bəli. Demək bu o deməkdir ki, yəni mən x-in də yerinə 1, y-in də yerinə 1 yazsam, verilmiş bərabərlik doğru ədədi bərabərliyə çevrilir. Onda deyirik ki, x, y cütü, yəni x da 1 oldu, y də burada 1 cütü verilmiş bu iki dəyişənli xətti tənliyin həllidir. Bildiniz ki, iki dəyişənli xətti tənliyin həlli necə yazılır? Cüt şəklində yazılır. Birinci x yazılır, sonra isə y-in qiyməti yazılır. Yəni, x və y-in yerinə elə bir ədədlər yazmalıyıq ki, həmin tənlik doğru ədədi bərabərliyə çevrilsin. Onda həmin cütə, həmin tənliyin həlli deyirik. Baxın, orada indi o tənliyi təzədən 1-də yazıram. 2x üstə gəl 3y bərabərdir 5. Mən x-ə 1 dedim, y-ə də 1 dedim, doğru bərabərliyi alındı. Başqa ədəd yaza bilmərəm ora.
Yaza bilərsən. Tapa bilərəm də başqa x və y-in yeni ədədləri yazaram ki, yenə də cavab 5 eləsin. Məsələn, x-in yerinə 4 yazsam, fərz eləyək ki, x 4-dür. Onda tənlik necə olacaq? 2 vurulsun 4, x-in yerinə üstə gəl 3y bərabərdir 5. Y bərabərdir 5. 8 üstə gəl 3y bərabərdir 5. 3y bərabərdir 5-dən 8 çıxıram. -3 y bərabərdir. -3-ü bölürəm 3-ə. Y bərabərdir -1. -1. Aha. Demək x-a qiymət verdim 4 və x-i qoydum qiyməti 4-ü yerinə, y-i də tapdım -1. Onda yazıram cavab. Cavab cüt şəklinə götürülür də. Birinci x, x-in qiyməti 4-dür, ikinci y-in qiyməti -1. Deməli 4 -1 cütü də verilmiş bu iki dəyişənli xətti tənliklər sisteminin həllidir. Fikir verdiniz, x-a qiyməti mən özümdən verdim, 4 verdim və alındı. İndi x-a başqa qiymət verə bilmərik. Verə bilərik. Verə bilərik. X-a məsələn istədiyimiz qiyməti verə bilərik və x-a biz nə qədər qiymət versək, ona uyğun da o qədər y-lər tapacaq. Və biz x-a nə qədər qiymət verə bilərik bu şəkildə? Sonsuz. Sonsuz sayda qiymətlər verə bilərəm də özümdən. Düzdürmü? Bəli, bəli. X-a mən sonsuz sayda qiymət verirəmsə, x-a sonsuz sayda qiymət verirəmsə, y də sonsuz sayda qiymət almış olacaq. Və bu tənliyin, deməli 2x üstə gəl 3y bərabərdir 5 tənliyinin sonsuz sayda x, y cütləri şəklində həlli var. Yəni, nəticə nədir? İki dəyişənli xətti tənliklərin ax plus by bərabər c şəklində olan iki dəyişənli xətti tənliklərin nə qədər həlli var? Sonsuz sayda. Sonsuz. Çünki biz orada x-a özümüzdən nə qədər istərsək qiymət verə bilərik və o qədər də y tapacaq. Yəni, x-a sonsuz qiymətlər verirsə, y-ə də sonsuz cavablar tapacaq. Və nəticə etibarilə iki dəyişənli xətti tənliyin sonsuz sayda həlli olmuş olacaq. Başa düşdünüz bunu? Bəli, bəli. Və iki dəyişənli xətti tənliyin qrafiki uşaqlar bir düz xəttdir. Yəni düzbucaqlı koordinat sistemində biz iki dəyişənli xətti tənliyin qrafikini qursaq bir düz xətt alınacaq. O düz xəttdə x-i, y-i kəsməyi müəyyən şərtlər daxilində kəsir. Gələcəkdə funksiyalar dərsində bundan danışarıq. Başa düşdünüz iki dəyişənli xətti tənlik nədir? Bəli. Və iki dəyişənli xətti tənlikdə nə qədər həll oldu? Sonsuz sayda həll olur və onun Sonsuz sayda. həlləri cüt şəkildə yazılır. Deməli, x, y-lə verilibsə, birinci x-in qiyməti yazılır, sonra y-in. A, b ilə verilibsə dəyişənlər, birinci a-nın qiyməti yazılır, sonra b-nin. İndi gəlin iki dənə iki dəyişənli xətti tənlik yazaq. Olsun biri A1x üstə gəl B1y bərabərdir C1. Bir də yazıram A2x. Başqa rəngdə yazaq onu. Bir də olsun A2x üstə gəl B2y bərabərdir C2. Yuxarıdakını silin, bunu rənglərini fərqləndirirəm ki, lazım olacaq bizə. Deməli, A1 x üstə gəl B1y bərabərdir C1. İki dənə iki dəyişənli xətti tənliklər yazdıq. Uşaqlar, biz bilirik ki, artıq bilirik ki, iki dəyişənli xətti tənliklərin sonsuz sayda həlli var. Yəni, burada yuxarıda birinci tənliyində, ikinci tənliyində hər birinin sonsuz sayda həlli var. Və hər ikisində, yuxarıdakında A1, B1, C1 ədədlərdir, x, y dəyişənlərdir. Aşağıda da A2, B2, C2 ədədlərdir, x və y isə dəyişənlərdir. Hər ikisinin sonsuz sayda həlli var. Və o sonsuz sayda həllər içərisində elə həllər var ki, həm birincinindir, həm ikincinindir. Ola bilər ki,
birincinin həllərinin sayı sonsuz sayda həlli ilə ikincinin sonsuz sayda olan həllərinin ortağı yoxdur. Biri də var ki, birincini ödəyən bütün həllər ikincini də ödəyir. Bu şərtlər üçü də ola bilər də, düzdür? Bəli. Demək, ortaq həlli axtarılan A1 x üstə gəl B1 y üstə gəl bərabərdir C1. A2 x üstə gəl B2 y bərabərdir C2 şəklində verilmiş tənliklər. Ortaq həlli axtarılan bu iki tənlik iki dəyişənli xətti tənlik sistemi adlanır. Yəni bu işarəni görürsünüz, böyük mötərizə işarəsi. Bu sistem işarəsidir. Sistem işarəsidir. Və iki dənə tənliyi bir sistemdə həll eləmək o tənliklərin ortaq həllərini axtarmaq deməkdir. Yəni sistemin işi nədir? Funksiyası nədir? Sistem nə axtarır? Orta həll. Ortaq həll. Orta həll yox. Ortaq həll. Nədir ortaq həll? Yəni elə bir x və y cütü tapmalıyıq ki, həmin bu x, y cütü həm birinci tənliyin həlli olsun, həm də ikinci tənliyin həlli olsun. Başa düşdünüz mənim fikrimi? Yəni sistem deyəndə sistem həll ediriksə biz sistemdə tənliklərin hər ikisini ödəyən bir həll axtarırıq. Ola bilər ki, mən elə həll tapa bilmərəm. Yəni elə bir həll olmaz ki, həm birincini ödəsin, həm ikincini ödəsin. Ola bilər ki, elə cüt olmasın. Ola bilər ki, sonsuz sayda cütlər olsun ki, həm birinci tənliyi ödəsin, həm ikinci tənliyi ödəsin. Ola da bilər ki, yalnız bir cüt olsun ki, həm birinci tənliyi ödəsin, həm ikinci tənliyi ödəsin. Demək, əgər A1 bölünsün A2 fərqlidir, B1 bölünsün B2 şərti ödənsə, bax A1-i A2-ni, B1-i B2-ni görürsünüz də, A1 bölünsün A2, B1 bölünsün B2-dən fərqli olarsa, yəni hər hansısa bir tənlik sistemi verilib, A1-in A2-yə nisbəti B1-in B2-yə nisbətindən fərqli olarsa, onda deyirik ki, bu sistemin yeganə həlli var. Yəni yeganə həll nədir? Yalnız bir həlli var. Yəni cəmisi bircə dənə x, y cütü var ki, bu tənliklərin hər ikisinin həllidir. Bu birinci qaydadır. İkinci qayda belədir. A1 bölünsün A2 nisbəti, B1 bölünsün B2 nisbətinə bərabər, C1 bölünsün C2 nisbətindən fərqli olsa, onda deyəcək ki, tənliklər sisteminin ümumiyyətlə həlli yoxdur. Həlli yoxdur nə deməkdir? Yəni, elə bir x, y cütü tapa yoxdur ki, həm birincini ödəsin, həm də ikincini ödəsin. Yəni, hər bir tənliyin, birinci tənliyin ayrılıqda sonsuz sayda həlli var. İkincinin ayrılıqda sonsuz sayda həlli var. Amma elə bir x, y cütü yoxdur ki, həm birincinin, həm də ikincinin həlli olsun. Başa düşdünüz? O da hansı şərt daxilində? A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2 fərqlidir C1 bölünsün C2 olarsa, deyəcək ki, bu tənliklər sisteminin həlli yoxdur. Üçüncü qayda odur ki, A1 bölünsün A2 bərabərdir B1 bölünsün B2. O da bərabərdir C1 bölünsün C2 olarsa. Yəni, bütün əmsalların nisbəti hamısı bir-birinə bərabər olarsa, deyəcək ki, tənliklər sisteminin sonsuz sayda həlli var. Nə deməkdir sonsuz sayda həll uşaqlar? Yəni sonsuz sayda x, y cütləri var ki, həm birinci tənliyin həllidir, həm də ikinci tənliyin həllidir. Başa düşdünüz? Yəni həm birincini ödəyir, həm ikincini. Ümumiyyətlə iki dənə tənliklərin sonsuz sayda həlli varsa sistemdə, o tənliklər eyni tənliklərdir. Sadəcə tənliklərdən birinin əmsalların müəyyən ədədə vurub sadəcə əmsalları dəyişirlər. Amma onlar eyni tənliklərdir. Sonsuz sayda həlli olanlar. Bu üç qaydanı öyrənmək lazımdır. Yəni yeganə həll qaydası birincidir. Həlli yoxdur deyirsə ikinci. Bəli, var. Sonsuz sayda həlli soruşursa üçüncü qaydadır. Başa düşdünüz bunları? Bəli. Yaxşı.
İndi mən bunlara uyğun sizə nümunə misallar göstərib həll edəcəm. Deməli, bu sistem dediyi nə edir? Bir daha təkrar elə. Sistem nə axtarır? Ortak həll. Ay, sağ ol. Ortaq həll. Yəni elə bir həll olmalıdır ki, hər ikisinin həlli olsun. Və həldəki dediyi nə şəklində yazılır? Cüt şəklində. Cüt. Yəni x, y cütü şəklində yazılır. Birinci x-i yazırıq, sonra y-i. 8x üstəgəl 2y bərabərdir 60. Məsələn, belə bir tənliklər sistemi verib. Deyir ki, A-nın hansı qiymətində tənliklər sisteminin yeganə həlli var. Bax, bu misalda, burada birinci tənlik qoyuram da. Deyir ki, A-nın yerinə elə bir ədəd yazın ki, bildiniz hansını? Bax, burada A-nı görürsünüz. Bu A-nın yerinə elə bir ədəd yazmaq lazımdır ki, bunun yeganə həlli olsun. Və biz yeganə həll qaydasını bilirik də. Burada yazmışam aşağıda birinci. A1-in A2-yə nisbəti B1-in B2-yə nisbətindən fərqli olmalıdır. İndi yuxarıdakı tənlikdə gəlin araşdıraq. A1 neçədir? A1. A1, 1. A. Axı biz sistemi necə dedik? A1 x üstəgəl B1 y bərabərdir C1, A2 x üstəgəl B2 y bərabərdir C2. Ortaq həlli axtarılan bu şəkildə tənliyə iki dəyişənli xətt tənliklər sistemi deyilir. A1-imiz nədir? A. Bəs B1 neçədir? -4. C1 20. Yəni birinci tənlik A1 B1 C1-dir də. Əmsallar A1 B1 C1-dir. İkinci tənlik üçün A2 neçədir? 8. B2 2-dir. C2 də 60-dır. Başa düşdünüz? Bax, bu A1-dir, dairəyə alıram. Bu B1-dir, bu C1-dir. Bu A2, bu B2, bu da C2-ni əvəz edir də. Bu tərəfdə tənliyi yazmışam. Başa düşdünüz? Yeganə həll qaydasına görə A1-in A2-yə nisbəti B1-in B2-yə nisbətindən fərqli olmalıdır. Onda yeganə həll qaydasına görə mən indi nə yazacağam? A-nın A1-i görürsünüz burada, bax, A1 A-dır. A1-in əvəzinə, bu A1-in əvəzinə A yazacağam. A2-nin əvəzinə, burada yazmışam 8. A-nın 8-ə nisbəti fərqli olmalıdır B1-in B2-yə. B1-imiz -4, B2-miz də ki, burada yazılıbdır, tapmışam 2. İşarələrinə də diqqət edin. Yəni, qarşısına çıxma işarəsi olanda mənfi yazırıq, toplama olanda müsbət yazırıq. İndi gəlin bunu tənasüb qaydası ilə həll edək. Çarpaz vuracam, A-nı 2-yə vuracam, 2A. Və bərabər işarəsi qoymayacam, bərabər deyil işarəsi qoyacam. Fərqlidir -32-dən. Və hər tərəfi 2-yə bölürəm. A fərqlidir -16-dan. Deməli, A -16-dan fərqli olsa, bu tənliklər sisteminin yeganə həlli olacaq. -16-dan fərqli olsun. -16-dan fərqli nə deməkdir aşağı? Yəni, -16 ola bilməz A. Tutaq ki, ədəd oxucanda tutaq ki, bura -16-dırsa, -16-dan fərqli, -16-dan böyük ədədlər də ola bilər, -16-dan kiçik ədədlər də ola bilər. Amma -16 ola bilməz. Bu da necə olacaq? Mənfi sonsuzluqdan -16-ya birləşir, -16-dan müsbət sonsuzluğa. Bir dənə -16-a aid olmaz. Başa düşdünüz? Bayaq bərabərsizliklə keçmiş deyə biz həllin aralıq şəklində göstərilməz. Bəli. Aha, yeganə həll qaydası budur uşaqlar. Sonra keçirik başqa bir nümunəyə baxaq. Orada bir başqa nümunə var. 2x + 5y bərabərdir C. 2x üstəgəl 5y bərabərdir C. 6x çıxılsın by bərabərdir 36. İndi bu çalışmaya görə, bu tənlik sistemə görə A1 neçədir? A1 2. 2. B1 B1 5. 5-dir. C1-dəki elə C-dir. A2 6-dır. 6. B2 B2 B'dir. B'dir, yox. C2 ise 36. B2 B2 mənfi B-dir. Ha.
Çünki qarşısında üstü 836. çıxma işarəsi var da. Bəli, Aha. çıxmışam. Sonsuz sayda həlli olsun dedik. Bayaq dedik ki, sonsuz sayda həlli olması üçün A1-in A2-yə nisbəti bərabərdir B2-nin B1-in B2-yə nisbəti. O da bərabər olmalıdır C1-in seç. Yəni nisbətlər üçü də bir-birinə bərabərdirsə, bu zaman sonsuz sayda həll var deyirik. İndi gəlin ona uyğun yazaq və bizdən nə soruşur? B-nin və C-nin hansı qiymətlərində deyir sonsuz sayda həll olacaq? A1-imiz neçədir? 2 bölünsün 6 bərabər olmalıdır 5-in mənfi B-yə, o da bərabər olmalıdır C-nin 36-ya. Bu nisbətin üçü də bir-birinə bərabər olmalıdır. Tənasüb qaydası ilə bu ikisini birinci götürüb ayrıca həll edib B-ni tapacam. Çarpaz vursam 2 vurulsun mənfi B bərabərdir 6 vurulsun 5. Çarpaz vurdum. 2-ni mənfi B-yə vuranda mənfi 2B bərabərdir 30. B bərabərdir 30 bölünsün mənfi 2. O da bərabərdir mənfi 15. B-ni tapdım. Sonra nə edirəm? Sonra o biri ikisini götürürəm. Bax bu C bölü 36 ilə 6-da 2-ni ayrıca bərabər götürürəm. Onsuz da onlar üçü də bir-birinə bərabərdir. Bu ikisini bir-birinə bərabər götürüb oradan tənasüb qaydasından da C-ni tapıram. Nə yazacağam? 6 vurulsun C bərabərdir 2 vurulsun 36. Sonra tənliyin hər tərəfini 6-ya bölsəm, sol tərəfdə C qalacaq. 2 vurulsun 36-nı da 6-ya böləndə 6 qalır. C bərabərdir 12. Tapdıq. Deməli, B bərabər mənfi 15, C bərabərdir 12 olsa, bu tənliklər sisteminin, bax burada verilən təşkil, B-nin yerinə, deməli, mənfi 15, C-nin yerinə 12 qoymuş olsa, bu tənliklər sisteminin sonsuz sayda həlli olmuş olacaq. Başa düşdünüz? Bəli. İndi gəlin qoyaq yerinə görək, bir dənə o, həmən tapdığımız ədədləri gəlin qoyaq yerinə. Görək o tənliklər sistemi nə formaya düşəcək. Bax, yuxarıda demək yazacaq 2x üstə gəl 5y bərabərdir C. C-ni neçə tapmışam? 12. Aşağıda da 6x B-nin yerinə mənfi 12 mənfi 15 qoyanda o üstə gələyə çevriləcək. Çünki orada çıxılsın B-dir. Çıxılsın mənfi 15. Üstə gəl 15 eləyəcək. 15y bərabərdir 36. Oldu bu formada. Bir dənə diqqətlə fikir versəz, yuxarıdakı tənliyinə aşağıdakı tənliyə baxın. Orada sadəcə bir fərq var. 3'e vuranda o olur. Aysa, yuxarıdakı tənliyi 3-ə vuranda o olur. Və biz demişik ki, tənliyin hər tərəfini sıfırdan fərqli, eyni bir ədədə vursaq və ya bölsək, tənliyin kökü dəyişmir. Qiyməti dəyişmir. Yəni, sadəcə yuxarıdakı tənliyin bütün hədlərini 3-ə vurub aşağıdakı tənliyi alıblar. Onda yuxarıdakı tənliyin kökü ilə aşağıdakı tənliyin kökündə fərq var? Yoxdur. Yuxarıdakının həlləri nədirsə, aşağıdakının da həlləri odur. Ona görə bu sistemdə dedik ki, nə axtarılır? Ortaq həll axtarılır da. Onda yuxarıdakının bütün həlləri ilə aşağıdakının bütün həlləri eynidirsə və hər bir tənliyin sonsuz sayda həlli var və hər ikisinin həlli eyni olduğuna görə bunların sonsuz sayda ortaq həlli var. Ona görə də deyirik ki, bu tənliyin sonsuz sayda həlli var. Başa düşdünüz? Bəli. Mən bəs sordu və 6-6 o nə idi? O tənliklər sisteminin həlləridir. Toplama üsulu, bir də əvəz etmə üsulu. Onu gələn dəfə keçəcək. Biz hal-hazırda sistemin həllərinin sayını araşdırırıq. Yəni biz indi sistem dedik nədir? Ortaq həll axtarılır və bilirik ki, iki dəyişənli, bunlar hər biri ayrı-ayrılıqda iki dəyişənli xətti tənlikdir. Və biz dedik ki, iki dəyişənli xətti tənliklərin hərəsinin ayrılıqda sonsuz sayda həlli var. Sistem isə o tənliklərin hər ikisini ödəyən ortaq həll axtarır. Ola bilər ki, o tənliklərin ikisini də ödəyən ortaq bir həll olmasın. Onda deyirik sistemin həlli yoxdur. Ola bilər ki, həm birincini, həm ikincini ödəyən bir dənə cüt olsun. Onda deyirik ki, bu tənliklər sistemin səsim bura gəldi. Mən öz səsim özümə gəlir. Onun biraz səsini al da. Hə, elə cüt olar ki, həm birincini, həm ikincini ödəsin.
bir cüt olarsa yeganə həll olur. Və bu da axırıncı indi dediyimizdə gördüm, sonsuz sayda həlli var. Aydan sessiz al. Səsi bağla, Aydan. Mənim səsim özümə Ses gəlir. gelince. Mən öz səsim oradan qayıdır özümə gəlir. Ne yapabilirsin bağladım. Aha. Sonsuz sayda həldə başa düşdü. Sonra bir də qaldı həlli yoxdur qaydası. Məsələn, bir nümunədə ondan göstərək. X üstəcəl M çıxılsın 3 Y bərabərdir -8 M üstəcəl 1 X üstəcəl 5Y bərabərdir 8. İndi burada sual verir ki, M-in hansı qiymətində sistemin həlli yoxdur. Yəni M-in yerinə elə bir ədəd yazmalıyıq ki, bu sistemin həlli olmasın. Yəni yuxarıdakı verilmiş birinci tənliklə ikinci tənliyin hər ikisini ödəyən həll olmasın. İndi gəlin burada A1-i A2-ni, B1-i B2-ni, C2-ni hamısını təyin eləyək. Demək, uşaqlar, X-ların əmsalı A1 idi də. Yəni bu X-in qarşısında olan ədədə vuruq A1-dir. Burada olan A1-dir. Bu Y-in qarşısında olan bu vuruq A2-dir. Bu -8 isə yox, bu X-in qarşısında olan A1-dir. Y-in qarşısında olan bu B1-dir. Sərbəst həddəki C1-dir. Aşağıda da X-in qarşısında olan A2-dir. Y-in qarşısında olan B2-dir. Bu da ki C2-ni əvəz edir. Həlli yoxdur deyirsə, biz həlli yoxdur qaydasını bayaq yazmışdıq. A1-in A2-yə nisbəti, B1-in B2-yə nisbəti fərqlidir C1-in C2. Orada niyə mənim səsim özümə qayıdır ki, Aydan? Bir dənə telefon deyil orada. Yox, mənim bir dənə telefondur, bilmirəm də. Mənim bəlkə sizdə problem, məndə heç bir problem yoxdur. Yox, Səs səndən gəlir. məndə problem yoxdur. Məndə heç bir problem yoxdur. Səs məndə echo vermir. Sənə elə gəlir, ancaq bizə gəlir. Nə bilmirəm. Hə, heç bir səsinə gəlir. Yaxşı. İndi A1-i burada heç nə yoxdur. Sadəcə nə bilmirəm. Echo niyə verir? İndi A1 neçə oldu? X-in əmsalıdır. A1 1-dir. Bax, A1-in A2-yə. A2-mizdəki aşağıdadır da, budur. X-ların əmsalı A1 A2-dir. M üstəgəl 1. Bərabər olmalıdır B1-in B2-yə. Deməli, B1-imiz budur. M çıx 3-dür. B2-miz də 5-dir. Demək, M çıx 3-ün 5-ə nisbəti fərqli olmalıdır. -8-in 8-ə nisbətindən. İndi burada bizə M lazımdır. Ona görə bu soldakı 2 dənəsini çarpazlayaq, həll eləyək. Deməli, M üstəgəl 1 vurulsun M çıxılsın 3 bərabərdir 5. M kvadratı çıxılsın 3M üstəgəl M çıxılsın 3 çıxılsın 5. 5-i də sola keçirirəm bərabər 0. Çünki bu kvadrat tənlikdir. Sağ tərəf 0 olsun. 3M-dən, -3M-dən M oxşar dolayısıyla eləsi M kvadratı -3, bunun əmsalı 1-dir. -3-ün üstünə 1, -2M, -3 çıxılsın 5, -8 bərabər 0. Baş əmsal 1 olduğuna görə bu çevrilmiş kvadrat tənlikdir. Vietlə tapa bilərəm. Deməli, M1-in üstünə M2 gəlsəm, ikinci əmsalını əks eləməlidir, 2 eləməlidir. M1-i M2-yə vursam, sərbəst et, -8 eləməlidir. Toplayanda 2 vuranda -8, deməli, olacaq 4, M2 bərabərdir -2. 4-ün üstünə -2, 2 eləyir, 4-ü -2-yə vursam, -8. M-i tapdım 4 və -2. İndi uşaqlar, M-ə 2 qiymət tapmışam, amma bunlardan biri onun cavabıdır. Çünki M-in yerinə məsələn mən -2 yazsam, baxın -2-ni aparıb burada M-in yerinə yazsam, burada. -2-nin üstünə 1 eləyəcək -1 və bu surət də 1-dir. -1-də 1 eləyir -1. -8-də 8-ə böləndə bu da -1 verir. Onda bunlar bununla birinci ilə axırıncı bərabər olmuş olur. Amma bizə lazımdır ki, bərabər olmasın. Ona görə -2 bu tənliyin verilən şərti ödəmir.
Cavab olaraq biz götürəcəyik n bərabərdir 4. Çünki mənfi 2-ni yerinə qoyanda sonsuz sayda həll qaydasını ödəyir. Ona görə bizə amma həlli yoxdur qaydasını soruşduğuna görə bu şəkildə yazmaq məcburiyyətində qalırıq.